Yox, siz indi əgər normal qruplara daxil olmusunuz, lazım olan vacib elmi tələb edirsinizsə, burada problem yoxdur. Xüsusən siz olan qruplarda qadınlardır, kişilər yoxdur, mən belə başa düşürəm və oradan faydalanırsınız. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub, elm tələb eləmək fəridatun alə kulli muslim. Hər müsəlman, istər kişi, istər qadın, vacibdir ki, elm öyrənsin. Xüsusən ona lazım olan şeylər. Dəstəmaz almaq necə, namaz qılmaq necə, qadındırsa məsələn heyz əhkamları və s. və ixtiyar yoxdur ərin bunu qadağan eləməyi. Və bu məsələdə də tabe olmaq düzgün deyil. Lakin siz hikmətli olun. Məsələn görürsüz, belə bir reaksiya verir əriniz, onda ya üslubu dəyişdirin, başqa bir gözəl üslubla ona nəsihət edin. Çünki aydındır ki, kişi xoşuna gəlmir. Qadın nəsə ona baş salanda, öyrənəndə, yəqin o baxımdan buna yanaşır. Yoxsa sizin dində elminiz artmağı və s. bəlkə də ona təsir eləməzdi belə pis, əksinə sevinərdi. Lakin siz gəlirsə onu tənqid edirsiniz. Ona elə gəlir ki, siz özünüzü daha ağıllı bilirsiniz və s. Əgər görürsünüz belə reaksiya verir, onda lazım deyil demək onu. Ya üslubu dəyişdirin, nəsihəti dəyişdirin üslubu. Baxın, daha faydalı üslub hansıdır ki, nəsihəti qəbul edəsin. Yox, görürsünüz ki, nəsihəti qəbul eləmir ümumən, başqa adama deyin, kimsə ona nəsihət eləsin. Kimdən ki, o qəbul edəcək. Özünüz deməyin ki, bu belə artıq söhbətlər olmasın, sizə də mane olmasın elm öyrənməyi. Lakin başqa şeylərdə itaət eləyin ərinizə, onunla yaxşı danışın və ona çalışın razı salın. Ona razı salmağa çalışsanız, nəsihətləri düzgün eləsəniz, inşallah qəbul edəcək. Çox vaxt problem nəsihətdə özündə deyil. Problem o nəsihət necə edilir, üslub. Çox vaxt problem orada olur. Ona görə də xüsusən, məsələn, qadın ərə nəsihət edəndə, oğul ataya və ya anaya, burada başa düşmək lazımdır ki, elə bir kiçik böyüyə nəsihət edir. Qadın ərinin ərə tabidir. Ona görə o tabiçilikdə ola-ola nəsihəti tabi olan adam kimi eləməlidir. O tabidir. Ona görə orada üslub düzgün olmalıdır. Hər halda siz baxın, üslubları dəyişdirin, gözəl münasibət yaradın. Gözəl münasibət olsa, inşallah ki, və gözəl nəsihət olunsa, inşallah ki, qəbul edir nəsihət. Xüsusən görsə ki, bu elm, bu qruplar sizi dəyişdirir, daha əxlaqlı edir, daha yumşaq edir, daha ərə diqqəti çox artırır, daha yaxşı davranırsınız onunla, onda yaxşı baxacaq bu işlərə. Allah da yaxşı.